2016-cı ilin gəlişi özü ilə paytaxtımıza ilk qarı da gətirdi. Hidrometeoroloqlar isə xəbərdarlıq edirlər. Bu günlərdə ölkə ərazisində yağan qar nəticəsində yollar daha da buz bağlayacaq. Ötən gün və bugün yağan qar isə hələ ki paytaxtda ciddi fəsadlara yol açmayıb. Bugün səhər saatlarından başlayaraq paytaxt ərazisinə qar yağıb. Qarın problem yaratmaması üçün müvafiq qurumlar da iş başına keçib. Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə qar təmizləyən maşınlar hazır vəziyyətə gətirilib. Bakı Şəhər İcra Hakimiyyətinə məxsus qar təmizləyən heyətdən aldığımız məlumata görə dairəvi yolda qarı təmizləyiblər və yol açılıb. Qar olan başqa yollarda da qarı təmizləyəcəklərini bildirdilər. Səhər yollarda qar çox olsa da, amma artıq əriməyə başlamışdı. Baş çəkdiyimiz paytaxtın bir neçə yerində heç bir problemin olmadığını gördük. Metronun Elmlər Akademiyası stansiyasının qarşısında səhər saatlarında qar olsa da, amma artıq pləkanlar təmizlənmişdi. Deyəsən paytaxt sakinləri qarın yağmasından məmnun görünürdülər. Hər şey normal. İlk qar yenildi, uğurlu ildi, gözəl olsun. Yenilin birinci qarı hər vaxt yaxşı olar. Heç bir problem olmayıb, qanun ərazidə olar. Başlıqda da ki, qayda qanunla işləyirlər hamısı. Avtobus sürücüləri isə yollarda heç bir problemlə qarşılaşmadıqlarını bildirdilər. Bizdə heç bir problem olmayıb, rahat gəlib getmişik. Yolda hər hansı qar, Xeyr. Elə də güclü şaxta zad olmayıb, baxı qazmışız. Hidrometeoroloji proqnozlar bürosundan verilən məlumata görə yanvar ayının 3-nə qədər hava yağıntılı olacaq.